gözəl ana düşünün, deyir ki, əllərim arxaya getmir ki, qollarım, mən öz saçımı özüm yığım. Niyə belədir vəziyyət Dilgüşə xanım? Qolun heç mi arxaya getmir, heç mi tərpədə bilmirsən? Ümumiyyətlə yoxdur hərəkət. Məsəl üçün bu var. Aha, bunu buradan yuxarı qaldıra bilmirsiniz. Hətta nə arxaya gedə bilmir. Aha, qol tam iflic vəziyyətdədir də Belə o da. göstərim də sizə, yəni. Şiddətli mi ağrı olur? Dəhşət, yüzlərlə deyim, minlərlə deyim, diş ağrıları kimi bir ağrılar. Amma bu ağrılar hamısı son tapacaq. Çünki əməliyyata gedir. Travmatoloqumuz Ceyhun Vahid əməliyyat edəcək və bugün heç cür arxaya getməyən, işləməyən qol rahatlıqla hərəkət etmiş olacaq. Deməli, bura implant qoyulacaq. Bəli, bəli, 90%, yəni 190% hərəkət elətdirə biləcəm. İnşallah biz əməliyyatdan sonra görüşək, bu əli rahat qaldıraq o biri əl kimi, yaxşımı? İnşallah. Və izləyicilərə də bunu göstərək. Kimin belə problemləri varsa, kim əziyyət çəkirsə, nə yaxşı ki, belə həkimlərimiz var, müraciət edin, yaxınlaşın, qorxmayın. Dilgüşə xanım, neçə əvvəl çiyin protez olmuşdunuz? 2 aydır, 3 ay? 2 ay tamamdır. 2 ay tamamdır. Qaldı, hansı qəlbiz idi? Qaldırın zəhmət olmasa. Başqa aparın əlimizi. İndi yuxarı qaldırın. Aferin. Qalxırdı qolunuz? Yox. Neçə idi qaldıra bilmirdiniz? 14 il müalicə alırdım, zaman 14. yanıma düşdü. Əlinizi başınıza, saçınıza apara bilərsiniz? Bəli, Əla. İndi saçınızı özünüz yığa bilirsiniz? bəli. Əla. Əlinizi ayırın bir-birindən, ayırsa qaldırın. Birləşdirin indi öndə. Qısalıq da var idi, bir əliniz o bir sərəcən, belə. Belə. İndi tam uzunluqda bərpa.